Mikail Müşfiqin həyat sevgisi şeirinə baxırıq. Ümumiyyətlə, həyat sevgisi şeiri Mikail Müşfiqin repressiyaya məruz qalmasından bir neçə il öncə yazılıb. Bilirik ki, 1939-cu ildə repressiyaya məruz qalıb Mikail Müşfiq çox cavan yaşında həyatdan köçüb. Bu şeir də 1935-ci ildə yazılıb. Yəni o müddət arasında elə də böyük bir il fərqi yoxdur. Ümumiyyətlə, həyat sevgisi şeirində biz görürük ki, şairin bir narahatlığı var, bir təlaşı var. Burada gizli mətləblər çoxdur. Şair gündən-günə gözəlləşən işıqlı dünyadan əl çəkmək istəmir. Mikail Müşfiq dedik ki, repressiyaya məruz qalıb. Necə olub? Deməli, 1937-ci ildə Mikail Müşfiq həbs olunub, elə evindəcə həbs olunub, amma həbsdən qabaqki axşam Mikail Müşfiq oxucuları ilə bir görüş keçirib və o görüşdən gec qayıdan Mikail Müşfiq evə Dilbərin həyat yoldaşının, xanımının yanına tələsirmiş və onun yanında olan o dayanan qara maşına fikir verməyib. Mikail Müşfiq elə evinə, mənzilinə daxil olandan sonra qapının zəngi çalınır və Mikail Müşfiqi aparmağa gələn adamlar heç Mikail Müşfiqi, yəni şairi yaxınları ilə də vidalaşmağa qoymayıblar. Daha sonra bu olub 1937-ci ildə, 1938-ci ildə isə yanvarın 5-də Mikail Müşfiq SSR Ali Məhkəməsinin Hərbi Səhra kollegiyasına orada 20 dəqiqəlik göstərilir ki, onun məhkəməsi keçirilib, cəmi 20 dəqiqəlik və həmin o 20 dəqiqə ərzində də Mikail Müşfiqin barəsində güllələnmə qərarı verilir. Bu qərardan da bir neçə saat sonra, yəni artıq yanvarın 6-sına keçir saat, yanvarın 6-sında Mikail Müşfiq gecəykən güllələnir və deyilənə görə, deyirlər ki, indi yəqin ki, bu məlumatlar doğrudur, həyatının o son saatlarına qədər o ölümünə inanmayıb. Yəni Mikail Müşfiq bilməyib ki, o belə deyək də, qəbullana bilməyib ki, o öləcək. Və həyat yoldaşı Dilbər xanım da Dilbər xanımın xatırladığı qədərlə, Dilbər xanımın dediyi qədərilə həbsxanada son görüşündə Mikail Müşfiq çox kədərli olub və ölüm qabağı o öz hisslərini gizlətmək istəyib, gizlədərək deyib ki, Dilbərə sən narahat olma, əvvəl-axır deyib onsuz da hər şey aydınlaşacaq. Onlar biləcəklər ki, bizim heç bir şeydə təqsirimiz yoxdur. Amma təbii ki, çox təəssüf ki, belə olmayıb, amma Mikail Müşfiqə çox gec də olsa 20 il sonra artıq ölkədə bu şəxsiyyətə pərəstiş bitəndən sonra da, belə deyək, azalandan sonra ona bəraət verdi. 1956-cı ildə mayın 23-də SSR Ali Məhkəməsinin qərarı ilə Mikail Müşfiqə bəraət verilib. Amma artıq o güllələnmişdi və dediyimiz kimi bu şeirlə də onun həyatının o dönəminin, repressiya illərinin çox böyük bir əlaqəsi var. Görək şeirdə bizə nə deyir? Deməli, birinci bənddə deyir ki, ah, mən gündən-günə bu gözəlləşən, işıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən, dostdan, aşinadan necə əl çəkim? Biz elə birinci bəndi də oxuyanda görürük ki, şair bu dünyadan əl çəkmək istəmir, şair ölmək istəmir, şair yaşamaq istəyir, yaratmaq istəyir. Və deyir ki, bu işıqlı dünyadan, bu gündən-günə gözəlləşən həyatdan əl çəkmək istəmir. Qeyd edeyim ki, burada bədii sual işlənib. Çünki şairin burada məqsəd cavab almaq deyil, zaten cavabını bilirdi. Emosionallığı artırmaq üçün bədii sualdan istifadə olunub. Bu yerlə çarpışan, göylə əlləşən, yer-göy burada təzaddır. Dostdan, aşinadan necə əl çəkim? Aşina deyilə dost, yoldaş deməkdir. Şair deyir ki, dostdan, aşinadan, yerdən, göydən əl çəkmək istəmir. Necə əl çəkim burada həm bədii sualdır, həm də bəndləri oxuduqca görəcəksiniz ki, rədifdir, şeir lirik növdədir. Heca vəznindədir. Bunu da qeyd edeyim ki, bəndlərdir. Şeir vahidi bənddir, şeir forması bənddir. Şeir şəkli isə dörtlükdür. Dönmə bir şəbnəmə yaz səhərində, könül günəş kimi parla yerində. Göylərin lacivərd ətəklərində, gedən bu qovğadan necə əl çəkim? Deməli, burada bizə nə deyir? Şəbnəm sözünün mənası şeh deməkdir. Bu sözün etimologiyasına da baxanda, şəb fars dilində gecə deməkdir. Siz bunu Məhəmməd Füzulinin Mən candan usandırdı qəzəlindən də bilirsiniz. Orada deyir ki, şəbi hicran yanar canım, tökər qan, çeşmi giryanım. Şəbi hicran, yəni ayrılıq gecəsi, gözlərimdən qanlı yaşlar axar. Məhəmməd Füzulinin Mən candan usandırdı qəzəlindən də şəb sözünü bilirsiniz. Deməli, şəbnəm sözünə də baxanda, şəb gecədir, nəm sözünün də mənasını bilirik də, yaş deməkdir. Deməli, gecə, yaş. Bunları o gecə düşən şeh mənasına gəlir. Şəbnəm ona görə də şeh deməkdir.
Bizə burada da onu deyir ki, dönmə bir şəbnəmə yaz səhərində, könül günəş kimi parla yerində, könülünə yazıçının müraciəti var. Göylərin lacivərd ətəklərində, lacivərd isə tünd mavi rəngli deməkdir. Yəni səmanın o tünd mavi rəngli olduğu vaxtı, ən gözəl vaxtı. Gedən bu qovğadan necə əl çəkim? Qovğa isə əslində gürültü, çaxnaşma mənasında, amma burada bir hadisə, macəra mənasına gəlib çıxır kontekstə baxanda. Yəni bu bənddə bizə deyir ki, dönmə bir şəbnəmə yaz səhərində, bir şehə dönmə mənasında və könlünə müraciət edir ki, könül parla, dayanma, dur, yaz mənasında. Durma mənasında. Göylərin lacivərd ətəklərində, yəni göylərin o ən gözəl vaxtında gedən bu macəradan necə əl çəkim? Yenə görürük ki, bədii sual var və aşinadan, qovğadan, rədifdən sonra təkrarlanır deyə necə əl çəkim? Üzr istəyirəm, qafiyədən sonra təkrarlanır deyə necə əl çəkim rədif olur. Üçüncü bənddə bizə deyir ki, baxınız dan yeri sökülmüş kimi. Dan yeri havanın işıqlandığı vaxtı, o səhərin açıldığı vaxtda deyilir. Dostlar bir cəbhəyə tökülmüş kimi. Uzaqdan uzağa xam gümüş kimi. Xam burada təbii mənasındadır. Təbii gümüş kimi. Ağaran səhradan necə əl çəkim? Yəni deyir ki, dan yeri hələ təzə tökülüb, dostlar hələ təzə bir araya gəlib, uzaqdan uzağa o təbii bir gümüş kimi ağaran səhradan, yəni belə bir dünyadan necə əl çəkim? Burada təşbih işlənib. Təbiət varlıdır, təbiət xəsis. Burada deməli təzad işlənib. İşlədərkən onu sənəy mühəndis, mühəndisə müraciət var. Yuxarıda könülə müraciət vardı, burada mühəndisə müraciət var. Mən də qardaşlara verdiyim bu his, bu incə mənadan necə əl çəkim? Bir yanda tərlanlar, dumanlı dağlar. Bax, bu bənddə biz artıq o şairin təlaşını, həyəcanını daha çox görə bilirik, o gizli mətləblərini. Bir yanda tərlanlar, dumanlı dağlar. Tərlan ümumiyyətlə yırtıcı quşdur. Dumanlı dağda o dağın, belə deyək də, artıq o başını qara dumanlarını aldığı vaxtı nəzərdə tutur. Bir yanda kəkliklər, ayna bulaqlar. Ayna bulaq burada epitet olacaq. Yəni deyir, bir yanda o yırtıcı quşlar, dumanlı dağlar var, amma bir yandan da o gözəl kəkliklər, ayna bulaqlar, gözəlliklər var. Bir yanda bülbüllər, çiçəkli bağlar. Mən bu tamaşadan necə əl çəkim? Ümumiyyətlə, bu bənd başdan ayağa təzadlardan ibarətdir. Həyat dedikləri bu keşməkeşdən, keşməkeş əzab-əziyyət mənasındadır. Qəlbimdə, qanımda yanan atəşdən, gecədən, gündüzdən, aydan, günəşdən, bu əngin fəzadan necə əl çəkim? Şair həyatın bütün gözəlliklərini tək-tək sadalayır ki, həyat əzablı olsa da, həyat keşməkeşdən ibarət olsa da, qəlbimdə, qanımda yanan bir atəş var. Və deyir ki, mən o atəşlə bərabər bu gecədən, bu gündüzdən, gecənin ayından, gündüzün günəşindən, bu ümumiyyətlə deyir ki, əngin, geniş, vüsət, sonsuz mənasındadır. Fəzada sonsuz boşluq, göy, asiman mənasındadır. Yəni deyir ki, bu gözəl gecə, gündüz, ay, günəşdən, ümumiyyətlə bu sonsuz deyir fəzadan, sonsuz boşluqdan, sonsuz asimandan mən necə əl çəkim? Axı deyir, onlar gözəldir mənasında. Qarşımda dalğalı, dərin bir ümman. Görürük ki, burada da artıq o qarşımda dalğalı, dərin bir ümman deyərək o siyasi problemləri vurğuluyur. Ümman sonsuz dəniz, dərya mənasında. Yəni deyir ki, qarşımda o sonsuz dəniz, dərya problem var. Ümmanı sarsıdır acı bir tufan. Acı tufan qeyd edeyim ki, epitetdir. Bəyaz köpükləri bir çiçək yapan şeirdən, xülyadan necə əl çəkim? Ulduzlar fikrimin çıraqbanıdır. Çıraqban işıqlandıran mənasında, yəni ulduzlar fikrimə işıq tutandı mənasında. Bulut xəyalımın karivanıdır. Karivanda o ard-arda nizamlanmış bir şeyə deyilir. Səma ki hissimin aşiyanıdır. Aşiyan sözünün mənası yuva mənasındadır. Yəni səma deyir mənim hissimin yuvasıdır mənasında. Belə bir səmadan necə əl çəkim? Yəni deyir belə bir səmadan necə əl çəkim? Axı səma mənim hissimin yuvasıdır. Xəzan acısına edib təhəmmül eləmək dözmək mənasındadır. Gülün kölgəsində ötəndə bülbül. Həyat, həyat deyə çırpınır könül. Yəni burada göstərilir ki, şair ölmək istəmir. Şairin könlü həyat, həyat deyə çırpınır, yaşamaq istəyir. Könüldən, sevdadan necə əl çəkim? Yəni deyir ki, o könüldən, o sevdadan, o sevgidən necə əl çəkim? Sən aldın aşını yeni hisslərdən. Ey cavan qələmim, düşmə bəhərdən.
qələminə müraciət var və deyir ki, sən yeni hisslərdən öz aşını, öz təbini almısan. Ey cavan qələmim, düşmə, bəhərdən düşmə. Yaz, yarat mənasında. A dostlar, söyləyin, mən bu hünərdən dostlara da görüb müraciət var. Ümumiyyətlə şeirdə 4 müraciət obyekt var. Bunu təhlildə qeyd edəcəm. Bir daha könül, ikinci bənddə, dördüncü bənddə mühəndis, deməli və sonuncu bənddə ey cavan qələmim, qələminə müraciət var və dostlarına müraciət var. Və dostlarına müraciət eləyir ki, a dostlar, söyləyin, mən bu hünərdən, bu təbi valadan necə əl çəkim? Təbi deməkdir şairin təbi mənasında. Val isə yüksək, uca, ali. Yəni deyir ki, a dostlar, söyləyin, mən bu hünərdən, bu yüksək, bu uca, bu ali təbimdən necə əl çəkim? Şeirdə görürük ki, şair yaşamaq istəyir, yaratmaq istəyir, yüksək təbindən əl çəkmək istəmir. Ona görə də şeir ilə həyat sevgisi adlandırılıb. Qeyd elədik ki, şeir 1935-ci ildə yazılıb, 39-da da şair artıq güllələnib. Hətta onu da qeyd elədik ki, cəmi 20 dəqiqəlik məhkəmə qərarı ilə və şair son ana qədər yaşayacağına ümid eləyib, güllələnəcəyinə inanmayıb. Həyat yoldaşına da bildirib ki, onlar bu səhv qərarından dönəcəklər. Şeir lirik növdədir, heca vəznindədir. Hər misrası 11 hecadan ibarətdir. Şeir vahidi qeyd elədiyimiz kimi bəndli şeir şəkli dörtlükdür. Hardan bilirik dörtlükdür? Şeirə baxırıq. Şeirdə neçə misra varsa, şeir şəklini ona əsasən müəyyən edirik. Əgər burada ikilik olsaydı, yəni 2 misra olsaydı 2 deyərdik. 5-sə 5, 4-sə 4. Rədif işlənmişdi. Qeyd elədiyimiz kimi necə əl çəkim sözü burada rədifdir. Amma şeir rədif əsasında adlandırılmayıb. Şeirimizin adı həyat sevgisidir. Bütün bəndlərdə bədii sual işlənib. Bədii sualımız necə əl çəkimdir? Birinci bənd A, B, AB şəklindədir. Baxaq. Gözəlləşən A, çəkim B. Əlləşən, bax gözəlləşənlə əlləşən artıq qafiyələnib. Çəkim isə B. Amma ki, sonraki bəndlərə baxanda görürük ki, C, B şəklində qafiyələnib. Səhərində C, yerində C bir-birinə qafiyələnib. Ətəklərində yenə C, amma əl çəkim artıq B-yə uyğun gəldi. Deməli, müxtəlif obyektləri dedik ki, 4 obyektə müraciət var. Bunlar hansılar oldu? Könül, mühəndis, ey cavan qələmin və a dostlar. Burada şair doğma yurda, vətənə, dosta və tanışlara bağlılıq, yaşamaq, yaratmaq eşqi şairin əsas qayəsinə əks elətdirib. Müəllifin təbiətə, insanlara, dünyaya xoş münasibəti də şeirdə duyulub. Vətənin təbiətinə şair vurğundur. Təbiətlə bağlı təzad yaradıb. Orada deyirik, təbiət varlıdır, təbiət xəsis. İşlədərkən onu sən ey mühəndis. Mən də qardaşlara verdiyim bu his, bu incə mənadan necə əl çəkim. Vətən sevgisi, yaşamaq həvəsi şeirdə hər bənddə duyulur. Müşfiq həyatının mənasını yaşamaq və yaratmaqda görürdü. Sanki şair onu gözləyən fəlakəti duyur, yaxınlaşdığını hiss edir. Niyə yaxınlaşdığını hiss edir? Dedik ki, şeir 1935-də yazılıb. Şair isə 1939-cu ildə güllələnən, yəni bu illər arasında çox qısa bir müddət var. Şair dövründə siyasi problemlər olduğunu duyurdu. Şeirdə narahatlıq, təlaş təbii ki, duyulmaqdadır. Şeiri oxuduqca misraların arxasındakı gizli mətləblər aydın şəkildə duyulur. Gənc şair gündən-günə gözəlləşən işıqlı dünyadan, dostdan, tanışdan niyə əl çəkməli idi? Və ya şeirdəki necə əl çəkim rədifinin mənası nədir? Şair bu şeiri yazmağa vadar, daha doğrusu şairi bu şeiri yazmağa vadar edən hansı hiss və duyğular idi? Yəni buradan artıq şairin daha doğrusu o təlaşını, narahatlığını görmək olur. Könülə günəş kimi parlamağı, qələminə bəhərdən düşməməyi tövsiyə edir. Sonda deyir, daha doğrusu ey cavan qələmim, düşmə bəhərdən deyir. Həyatı keşməkeş, ulduzları fikrinin çıraqbanı, buludu, xəyalının karvanı, səmanı, hissinin aşiyanı, yəni yuvası kimi qələmə verir. Dostların dönüklüyündən, dosta inciklikdən təbii ki, danışılmır, elə bir şey yoxdur. İşıqlı gələcəyə isə nikbin inam, təəssüf ki, yoxdur. Şair çünki elə bil hiss eləyirdi. Yəni şeirin biz ümumiyyətlə əsas ideyasını nədir götürsək, deyə bilər ki, insanın həyata, təbiətə, gecə-gündüzə, kainata olan dərin məhəbbəti, yəni yaşamaq arzusu, yaratmaq arzusuydu.